Bunu niyə eləyə bilmədik ki? Burada çətinliğimiz nə oldu? Dairə məsələsi oldu çətinliğimiz. Tamam da hələ açılmadı ama açıldı şu an. Bu dersi geçmiştik ama necə bölmək lazımdı o yox idi. Dairə necə başa düşmədim? Həmin bunu ə, grid tool'da eləmək lazımdı. Hamısını gridlə işləməliyik. Sən gridlə işləmədiniz ki, məsələn, bunu yaxşı işləmirsiniz. Bunu gridlə işləmədiniz. Gridlə işləmiş. Necə? Gridlə işlədim. Hə, bunu gridlə işləmirsiniz də. Və bunu yaxşı işləmirsiniz. Bunu çox yaxşı işləmirsiniz. Bu okey. İstədim ki, Nə oldu? Hə. Abi buradakində bu da gridlə olacaqdı da. Burada çətinliyimiz dairə oldu. Dairə sizi çaşdırdı. eni necə çəkmək lazımdır. Bir də o hasantdır. Bunları yox. Yumruq Bunu eləməmisiniz. etmək lazım idi. Eləməmişəm, yox. Hadi bunu deyirəm ki, niyə çətinlik çəksiniz? Onu soruşuram, səbəbini soruşuram ki, öyrədim. Mən də biz dedik ki, etmişdi. Polar Grid Tool var, düzdür? Hə. Adi line-dan mən eləyə bilmədim. Dairə nə İstədim. edirsiniz də? Dairə ilə, polar gridlə alınmadısa, iki dənə dairə çəkirsiniz. Buradan bir dənə dairə çəkirsiniz. Bir dənə də buradan dairə çəkirsiniz. On hardan Dairə fiqur var ya, dairə ekran fiqur. açım. İllüstratorda dairə var ya. Bununla işləyirsiniz. Bildim. Ekran etmişdi. Hə, bununla işləyirsiniz. Yəni burada çətinlik çəkdiyiniz mən tutmadım da nədir də? Yəni iki dənə dairəni çəkə bilmədiniz, yoxsa necə dairələrlə line-ı qarışdırmağa bilmədiniz? Dairələrlə line-ı qarışdıra bilmədim. Tamam, gəlin onu sizə bir də göstərirəm. Videolara qalıb da sizə düzdür. Videolara davamlı Var, baxın. var. İkisi də var. Dairə də var. Tool da var. O birisi Tamam. tool'un adını Bu videoda bilmirəm. olacaq. Bu videoda yadda saxlayarsınız. Burada bir dənə bizə birinci dairə lazımdır. Birinci biz baxırıq. Lap tutaq ki, bu xəttlər yoxdur da. Biz yenə də biz baxmalıyıq ki, bu hissə dairəvi gəlir. Deməli, bizə bu hissənin dairəsi lazımdır. Bir dənə birinci bu dairə lazımdır. Birinci bir dənə bu dairəni çəkirik, amma strok veririk. Strok veririk, yəni qırmızı verək. Biraz qalınlaşdırırıq. Baxın, bu dairədir və bu dairənin hissəsidir bu. Bu hissədir artıq. Həmini bu hissədir. Bir də var. İndi biz bunun içərisində həmişə bu qalınlıqlara diqqət eləyin də. Yeri getdi bu. Həmişə bu qalınlıqlara diqqət eləyin də. Yəni qalınlıq hardan haradır? Qalınlıq buradan buradır. Deməli mən bura bir dənə də dairə qoymalıyam ki, çünki burada bir dənə də belə yumşaq şəkildə getmiş olacaq. Deməli bir dənə də kopyalayıram, Ctrl+C, Ctrl+V və bunu balacalaşdırıb bu hissəyə qoyuram. Böyüdürəm, eyni qalınlıqda. İkisini bir yerdə seçirəm və align bölməsində onu mərkəzləşdirirəm. Tam mərkəz olsun. Bax, bunun bu qalınlığı oldu. Bu bunun qalınlığıdır. Digər məsələmizdə isə bizə artıq line-lar lazımdır. Bu ikisini biz çəkdik, qoyduq bura. Artıq buradan line-ları çəkmiş olacağıq. Və biz baxırıq ki, haralarda kəsişmələr var. Bax, kəsişmələr buradadır. Artıq sərt xəttlərin düzülüşünə baxmağa başlamalısınız. Yəni, buradan bura bir dənə line atmalı. Niyə? Çünki burada ağzı bağlanır. Buradan belə dairəni belə çəkməli. Elə bilin ki, hiss eləməyə çalışmalısınız. Biraz məntiqlə düşünməlisiniz. Line-ı çəkdik, strokumuzu veririk. Bax, çıxsın lap çaya. Bir dənə buradan line-ı çəkdik. Və bu ağzı bağlıdır. Bunu bir dənə qalınlıq verdik. Bu onun ağzıdır, ağız sayılır. Burada, bu hissədə bir dənə də bizə lazım olacaq. Əslində, belə bir dənə çəkə bilərik. Bir dənə də belə Alacağım. çəkəcək. O heç. Onu çəkərik. Ayrı məsələ. Bir dənə də lazım. İndi hələ ki, biz horizontal olan line-ları qoyacağıq. Vertical tərəflərə hələ gəlmirik. Vertical tərəflər belədir. Belə olanlardır. Belə hissələrdir.
Biz indi hələ ki horizontalları yığırıq. Horizontallarda burada var. Bir dənə duplikatını çıxardıram bunun. Bura qoyuram. Duplikatını çıxardıram, bura qoyuram. Niyə? Çünki buranın ağızları bağlıdır. Amma bunu içini artıq rəngləməyəcəm. Çünki boşdur bunun içi. Line-ı sadəcə ona görə bura qoymuşam ki, bunun içərisini artıq rəngləməmiş olum. Duplikatını çıxardıb bu hissəyə də qoyuram. Amma yenə də buranı rəngləməyəcəm. Bir dənə dublikat çıxarım, bura qoyuram. Görürsünüz artıq hissi parça-parça gedirik də. Dairəni çəkdim, bitirdim. Dairəvi detalları elə bil ki tapdım. Dairə üzərindən getdim. Sonra horizontal line segmentin üzərindən getmiş oldum. Sonra vertikaldan getmiş olacağam. Və burada qoyuram, dublikat çıxartdım. Çıxardıram, burada qoyuram. Harda elə bir fikir verin, harda iti uclar var, oraları seçirəm də avtomatik olaraq. Və salam. Horizontalla bitirdim. İndi keçirəm vertikala. Bunu kopyalayıram, bucağını dəyişdirirəm. Yəni eləyirəm 0 dərəcə. Artıq vertikallar qoyuram. Vertikal hardadır? Belələrinə fikir vermirəm, beləsinə indi fikir verirəm. Bu hissələr də buradadır. Görürsünüz, bu hissəyə qoyuram. Duplikatını çıxardan bu hissəyə qoyuram. Niyə? Çünki bunun qalınlığını çəkə bilim. Ona görə. Başqa yoxdur vertikal. Çünki enə doğru çəkilən ancaq buradır. Və burada boş qalır. Bu hissə boş qalmış olur. Və buracan çəkilir bu. Bu da bu hissədə boş qalır. Gördünüz, eyni şeyi əldə elədik. Yəni siz hər zaman birinci şəklə bütöv heç kimə baxmayın. Şəkildə uclara diqqət edin. Burada ucu var, deməli bura line atmalıyam. Buradan yumru gəlir, deməli bura dairə atmalıyam. Bunun bu qalınlığı var, deməli bir dənə dairə bura atmalıyam ki, bu iki qalınlıq yaranmış olsun. Sonra burada bu qalınlığı əldə etmək üçün paralel iki dənə xətt bura atmalıyam. Və bu şəkillərdə gedirsiniz. Sonra bu bizim həmin geometriyamız. Və bunu indi seçirəm hamısını. Export eləməliyik, həmişəki kimi. Və gəlirik, seçirik Shape Builder-ımızı. Və parça-parça gedir. Və buradadır biri. Və buranı bir dənə çəkirəm, belə. Buracan. Görürsünüz, ağızlarını bağlamışam deyə buracan dirənir. Yəni, məntiq burasındadır ki, buranın ağzını bağlayırsan ki, oradan çəkə biləsən, yəni. Digər hissə buradandır. Gördünüz, həmin şeyi əldə elədim. Gördünüz. Və bu hissəni çəkmirəm. Niyə? Çünki burada boşluq var. Oranı çəkməməli. Deməli, keçməliyəm bu biri tərəfə. Və bu bir tərəfdə də bir nəfəsət də bunu çəkmək olar. Buracan gəldim. Qırağını çəkdim. Yuxarı qalxdım. Bir dənə də belə elədim. Burada əlim sürüşdü bir dəqiqə. Yəni, belə bir dənə gedirəm. Ortanı boş saxlayıram. Çünki orta orada boşdur. Bir dənə də belə. Gördünüz, həmin şey əldə elədim. Buranın ortası boşdur. Amma orada da paralel xəttlər var. Amma hər yerdə paralel xətt varsa, o deməkdir ki, bütün paralel xəttləri çəkmək lazımdır. Onu ayrı-ayrıqda parçalayıb, harda xəttin olmasını istəyirsə, o hissəni çəkməyimiz yetərli olmuş olur. Sonra nə qaldı? Bu hissə qaldı. Bu hissədə elə bütöv şəkildədir. Buracan deyil. Bu şəkildə çəkik. Düşürük aşağı. Bir dənə də belə, bir dənə də belə, bir dənə də belə. Burada bir hissə qaldı. Düz şeyi çəkdik, düz çəkməliyik. Buranı çəkməməliyik. Bu hissəni çəkməməliyik. Deməli, bu hissədir. Parça-parçadır. Bu hissə çəkildi. Sonra bu hissədir. Bu hissə də çəkildi. Bura bir dənə də mən line atmalıydım. Niyə? Çünki sərt dayanıb. Görürsünüz? Bura bir dənə də line atmalıyım ki, o sərt dayanması olsun. Eybi yoxdur. Əslində onu çəkmirsiniz. Əslində bunu çəkməsəm də olar. Çəkmirsiniz. Bunu çəkməsəm də olar. Belə qala da bilər. Düzdür. Elə. Bu da budur elə. Düzdür. Bax, gördünüz indi, düz gördünüz. Bir dənə buranı çəkirəm. Bir də buranı çəkirəm. Və sonra. Bu hissə boş qaldı. Və indi bunu çıxartmaq istəyirəm. Çünki burada indi hər şey parça-parça çəkilib deyə bunu çıxartmalıyam. Direct Selection tool'u
götürürəm. Bir bura klikləyirəm. Shift basıb saxlayıb bura klikləyirəm. Shift basıb saxlayıb bura, bura və bura. Harda parça-parça elə varsa ora kliklədim. Və ondan sonra çıxardıram bunu. Yəni burada biz line yaxşı qoymamışıq deyə bu hissə belə qaldı. Yəni o problem bir şey deyil. Ayrıca bunu seçirik, shift basıb saxlayaraq. Və tərpətirik klaviaturanın oxu ilə birləşdiririk ora. Və Bu həmin nə ilə çıxdı ki, yəni? line-ə görə, line-ı biraz düz qoymadıq ona görə. Hmm. Amma bunu götürüb belə tərpətməyimiz olur. Belə də qalır, belə daha maraqlı. Yəni line-ə görə biz burada bunun üstündən getmədik də. O bayaqlar belə üstündən getməlisiniz ki, o xətt yox olmuş olsun. Məntiq orasındadır. Gördünüz? Yəni siz bütöv şəkildə baxanda, bütöv şəkildə onu hazırlamağa çalışanda, təbii ki, onun geometriyasını əldə edə bilməyəcəksiniz. Amma onu mütləq şəkildə parça-parça baxdığı zaman ortaya nəticədə çıxartmış olursunuz. Bir də ki, burada sizin işinizdə burada. Bunun geometriyası bəs hanı? Budur sizin geometriyavı çəkdiyiniz. Qara olan da mən çəkdim. Bunu siz çəkmisiniz? Yox, Hə. mən bunu sağdakını çəkmişəm. Necə çəkmisiniz bunu? Bu xəttlərlə çəkməmisiniz, geometriya ilə. Hə, eynən. Bəs hanı bu geometriya Siz mən, silmisiniz? hə, silmişəm. Silməyin də, qalsın da. Ki, baxasınız necə çəkmişəm. Hə. Tamam, deməmişdiniz axı elə. Gəlin dəfə Yo, eləyəcəm. saxlayın, saxlayın, həmişə saxlayın onu. O xəttlərə baxaq. Ya bunu bayağı bir yaxşı işləmisiniz. So vizit kartda. Vizit Hı kartda hı. səliqəli olmağa çalışın. Tamam, belə işləmisiniz, normaldır. Amma səliqəsizdir. Bax, işarə biraz qıraqdadır, yazı qıraqdadır. Bunu ikisini bir yerdə qruplaşdırın, işarəni ayrıca qruplaşdırın. Çəkmisiniz bunlar, yoxsa internetdən hazır götürdünüz bu loqonu? Yo, çəkmişəm. Çək. Dairə çəkmişəm. Copy paste eləmişəm. 5 dənə eləmişəm. Sonra Hə, dairələri qruplaşdırmışam. Sonra hazır. yazıları qruplaşdırmış. Hə? Sadəcə bunu Ela ilə paralelləşdirməliydiniz, belə səliqəsiz qalır. Sonra bunu hamısını qruplaşdırıb backgroundun ortasına mərkəzləşdirməliydiniz. Yəni backgroundun baxın, məsafə burdan buradır, burada isə burdan buradır. Bu düzgün deyil axı. Hmm. Onu mərkəzləşdirmək həmişə önəmlidir. Vizit kartda önəmli olan səliqədir. Yəni vizit kartda çox da vizual dizayn önəmli olmur. Burada da yazın biri dairəyə yaxın, biri orta, biri daha doğrusu biraz uzaq, biri çox yaxın. Belə olmaz. Burada da yazılar üçünü seçib align-dan sola çəkməlisiniz, paralel olsun. Sonra da eyni paralellikdə uzaqlaşdırmalısınız dairədən. Həmin o vizit kartdakı videoya baxın. Qalan şeylər okeydir. Bir də biraz bunu nazi eləyəriz. Bu burada biraz çox qalın oldu. Eyni fondda işlətmisiniz. Evet, haklıyım. Sadəcə qalın və nazi oynatmısınız da, düzdür? Hı hı. Tamam. Bu backgroundda bu hissələ yaxşı işləmisiniz. Biraz bu səliqəsiz oldu. Bunu da biraz səliqəyə salmaq lazım, amma heç o problem deyil. Okeydir. Tamam, yaxşı. Deməli, dairəvi bu tipli tərzlərdə yenə sizə verməliyəm. Bu tipli tərzi indi başa düşdünüz necə gedəcəksiniz? Başa düşdüm. Yarada bilməmişdim. Bildim, okey. Yarada bilməyəndə soruşurlar da, yazıb soruşurlar ki, yarada bilməmişəm. Dərsin başlanmasına yaxın nəyə soruşursunuz ki? Onu işlədiyiniz vaxtı yazın mənə də. Yazın mənə ki, baş salın təzədən işləyin qalmasın. Gələn səfər onu nəzərə alın. Deməli, digər toollarımızdan indi sizə göstərəcəm. Mən sizə şey vermədim, bu blendlə işləməyi falan. Yoxsa işləmirsiniz blend? Hə? Səsiniz gəlmir. Səsiniz qırılır Erməli. İndi eşidirsiniz? Mənim səsim gəlir. İndi gəlir. Hə, eşidirəm. Arada qırılır səsiniz. Tamam. Deyirəm, blendlə bağlı işləməmisiz.
Blenddən bağlı verməmişdim. Axırıncı dərslərdən heç nə vermədiniz. Mandala zat vermiş. Axırıncı dərs keçdiyi, ondan Blend verməmişdim. mandalan verdiniz. Blendi amma Blend verməmişdim. bir də belə qəribə insanlar çəkirdilər. Başı yekə, Lətlüs və ayağı sələ böyük. verməmişəm də. Hə, bildim. Hı. Tamam, bildim. İndi sizə bu toolları göstərəcəm. Bu toollar fiqurları incəltmək üçündür. Elastik şəkildə istədiyiniz vektor xəttlərinizi oynatmağınız üçündür və müxtəlif cür hala gətirmək üçündür. Yəni bunlar məsəl üçün ən çox da bu Wise tool loqolar üçün incəliyi üçün çox önəmlidir. Məsəl üçün line segmentdən nəsə çəkirsiniz. Adi bir xəttir və bunu qalınlaşdırırıq. Bunu qalınlaşdırdıq. Gəlirik Waste tool'a. Waste tool'a baxın. Burada belə xəttimiz var da. Bunu seçəndən sonra stroke'da olmalıdır bu. Müsbət yarananda baxın, basıram, dartıram. Bu elə bilin ki, bu hissəni qalınlaşdırır. Uzaqlaşdıranda qalınlaşdırırsınız. Bu hissə qalınlaşır. Bu hissə isə avtomatik nazikləşir. Bunu bu şəkildə də edə bilərsiniz. İstədiyiniz yerə nöqtəni atıb bu şəkildə oynada bilərsiniz. Görürsünüz? Yəni istədiyiniz formaya salmaq üçündür həmin o waste tool. İstədiyiniz yerə müsbət işarəsi gəlir, nöqtəni atırsınız və nöqtəni atmadan da elə basıb saxlayırsınız, formalar verirsiniz. Basıb saxlayırsınız, formalarınızı verirsiniz və ortaya həmin bir dənə xəttdən tutaq ki, hər hansı bir aləti filan çıxarda bilirsiniz ortalığa və ya da ki, hansısa bir detalı işləyə bilərsiniz. O bəzi loqolar əslində budur da, bu uniformun versiyasıdır. Bu yadınızda sizə göstərmişdim sizə. Bir hissəsini naziləşdirir, bir hissəsini qalınlaşdırır. Həmin o şeyi sadəcə indi bu tipli olanı siz bununla istədiyiniz kimi yarada bilirsiniz. Waste tool'la istədiyiniz kimi yarada bilirsiniz. Burada məsələn şablonu olanlardır bunlar. Bir də var ki, özünüz yaratmağınız istədiyiniz formada artıq Waste tool vasitəsilə olmuş olur. Bunun vasitəsilə keçirilir. Okay. Digəri Warp tool. Warp tool bunun üstünə 2 dəfə basanda belə bir interfeys açılır. Bunların hamısında interfeys eynidir. Bir dənə viz də açılmır. Bir də vizi baxın, rəngli olanda, iç rəngli olanda viz işləmir. Görürsünüz, işləmir. Ancaq stroke'da işləyir. Ancaq stroke'da. Yəni nəzərə alın desəz ki, işləmədi filan. Bilin ki, iç rəngdə bu işləməyəcək. Stroke rəngində ancaq işləyir. Amma bu biri toollar və bu toolların Warp tool'dan ibarət 2 dəfə seçəndən sonra boşluğa 2 dəfə basanda, daha doğrusu tool'un özünə 2 dəfə basanda belə bir interfeys açılır. Burada yəni təyin edirsiniz. Eni, hündürlüyü nə qədər olsun, bu dairəvizindir. Yəni dairəvizin eni, hündürlüyü nə qədər olsun. Bucağı, intensivliyi, yəni neçə faizlə silməyə başlasın. Detalları oynada bilirsiniz, hansı detalla o elastikliyi verə bilsin. Burada rəqəmlər random şəkildədir. Yəni hamısını test eləyərək bilə bilərsiniz ki, bunu elədim, bu rəqəmdə daha yaxşı alındı, bunu elədim, bu rəqəm daha yaxşı alındı. Bunu əzbərləməklə olmur. Bunlar hamısı praktika və testlədir. İndi OK eləyirəm və baxın, elastik şəkildə çəkdiyimi istədiyim kimi yumşaq basıb saxlayaraq məsəl üçün içə doğru çəkdim və ortaya belə bir işarə çıxartdım dairədən ibarət. Yəni Curve tool'un daha tezləşdirilmiş versiyasıdır. Curve tool vasitəsilə nöqtə və nöqtə oynadırsınız, amma Warp tool vasitəsilə həm çölə istəsəz bunu uzada bilərsiniz. İstədiyiniz kimi çölə çıxartmanız mümkündür. Basıb saxlayıram mouse'u. Elə bilin ki, belə yayılıb. Partlamış kimi yumşaq şəkildə, bu yumşaq şəkildə işləyir. Bu şəkildə partlamış kimi bir şey də edə bilirsiniz. Yəni sırf yumşaqlıq üçündür bu. Yaymaq üçündür. Xəttləri, elementləri yaymaq üçündür. Twile tool'da da elədir. 2 dəfə basanda yenə eyni interfeys açılır. Burada Twile tool'da amma necədir? Gəlirsiniz qırağa, basıb saxlayırsınız mouse'u, gördünüz.
Özü avtomatik belə kruqullar yaranır qallüsinasiya tipində. Basıb saxlayır. Nə qədər basıb saxlasa bir o qədər daha çox fırladacaq. Baxın. Basıb saxlayın, görün nə qədər fırlatdı. Yəni müəyyən bir xəttlərinizi, müəyyən bir elementlərinizi bir-birinə 360 dərəcə şəkildə fırlatmaq üçündür bu xəttlər, elastik şəkildə. Bunun üçün işarədən də bu görsənir. İşarədən bu görsənir ki, nəyisə ucundan fırlatmaq üçün istifadə edilir. Bu tullar harda istifadə edilə bilər? Abstrakt backgroundları yaradanda istifadə edə bilərsiniz. Loqonuzda, məsəl üçün, kurve tulla 2 saat nöqtə-nöqtə oynamaqdansa, bu tullar vasitəsilə onları elastik şəkildə vektor xəttlərinizi, düzləşmiş xəttlərinizi oynada bilərsiniz. İndi endirim stikerlər olur. Endirim stikerləri yaratmaqda, məsəl üçün, köməkçi rol oynayır. Yəni, hamısı fiqurla oynatmaq üçündür. Poker tool nə edir? Poker tool bir şeyin ucundan tutaraq, dartaraq onu çölə doğru nazik bir şəkildə, əridəcək şəkildə bir forma verir, məsəl üçün. Yəni, digər ucundan o biri uca doğru xətti uzada bilirsiniz və uzatdıqca da o əriyərək gedir. Yəni, bunlar hamısı elastik formalara məxsus olan bir elementlərdir. Blood tool nə edir? Blood toolumuz çölə çıxartmaq üçündür. Artırmaq. Yəni, bir xətti artırmaq üçündür. Yəni, bir xəttləri sadəcə genişləndirib, böyüdüb artırmaq üçündür. İstədiyiniz kimi mausu saxlayaraq bu şəkildə artıra bilirsiniz, amma müəyyən bir yerdə limiti var, yəni detalı dirənir. Yəni bir şey çəkmisiniz, indi deyirsiniz ki, bunu uzatmaq istəyirəm. 2 saat kurve tulla uzadana qədər bu lot tool vasitəsilə onu uzada bilərsiniz. Amma təbii ki, limitli şəkildə. Artıra bilərsiniz, yəni. Detalı və simplify artıraraq onun uzanma dərəcəsində avtomatik olaraq artırmağınız mümkün olmuş olur. Scallop tool bu da tikan-tikan yaratmaq üçündür. Baxın. Belə tikanlar yaradır. Çölə doğru. İçə doğru da eləyə bilir. İçə doğru da eləyə bilərsiniz. Belə bir tipli tikanlar yaratmaq üçündür. Bu tərzdə. Bunu hər tip fiqurda eləyə bilərsiniz. Kurvitunla nəsə çəkə bilərsiniz. Kvadratdan da eləyə bilərsiniz. Çölə doğru tikanlar yarada bilərsiniz. İçə doğru yarada bilərsiniz. Belə tərzli bir tikan tərzli bir xəttlər yaradır avtomatik olaraq. Bunları teksturada da eləyə bilərsiniz. Teksturanızı amma export eləməlisiniz. Teksturanızı export eləyəndən sonra bu da adi xətt kimi rol oynayır da və adi xətt kimi də baxın. Random şəkildə elədim də. Yazını adi xətt kimi oynadıb müəyyən bir elementi gətirib çıxarda bilirsiniz yəni. Kristal. Kristal. Burada balacalaşdıraq. Biraz çox böyük oldu. 50-nin 50-yə eləyək. Dairəmizi. Bu kristallar. Kristal formaya salmaq üçündür. Belə tipdə kristal. Parlaq. İndi bu daha çox düppədüz elementlərdə bilinəcək, məsəl üçün. Kristalı seçdim. Basıb saxlayıram. Basıb saxlayanda da belə partlayır. Baxın. Gördünüz? Belə bir kristallar. Partlayan kristallar yaratmaq üçündür. Nə qədər çox basıb saxlayacaq, bir o qədər daha çox yaradılacaq. Belə tipdə görürsünüz. Tikanlı qıraqlardan kristal yaratmaq üçündür. Necə? Kirpi. Hə, öyle demək olar. Bu axırıncısı Wrangle tool dağlar yaratmaq üçündür. Dalğalar, dağlar, belə tipli şeylər yaratmaq üçündür. Basıb saxlayanda da yaradır. Bu tipdə basıb saxlayırsa oynadır, müəyyən bir dərəcəyə gətirib çıxardır onu və ortaya belə bir nəticə çıxır. Müəyyən bir dərə təpə elementləri eləmək istəyəndə bundan istifadə eləyə bilərsiniz yəni. Bu tiplərdə. Məsəl üçün, baxın, gəlin belə bir şey eləyək.
bütöv bir background çəkək. İşte bütöv bir background da tam olmayacaq. Yarımçıq da eləməli onu. Seçdik. Bunu artıraq biraz. Yüzün yüzey bu dəfə eləyək. Detalımızı artıraq. Bu da həmin o dərə təpələrin horizontal, vertikal tərəfləridir. Detal nədir bəs? Necə? Neçə dənə dağ, dərə, təpə düzəldəcək? Detal nədir? Məsafələr, arasındakı məsafələr, eni və hündürlük baxımında olan məsafəsi, yəni o dağ, dərə, təpənin hündürlük və en baxımından ölçüsü odur yəni. Onu 5 götürdük. Yox, heç dəymədim ona. Ha, bu detal, Yox, yox, mən detal. detal. Bunu deyirəm. Bu budur. Bu ayrıdır. Bunun faizləri ayrıdır. Hə, bildim. Bu detal isə hə, belə say olaraq, məsafə olaraq nə qədər gedəcək. Normalda çox da bu oynadılmır, yəni testlər aparılaraq. Məsələn, bu belə bir formada verdi mənə. Belə bir formalarda indi mənə məsafəli şəkildə bu tipdə verir. Belə tiplərdə basıb saxlayıram və ya darta da bilərəm. Belə tipdə background da yarada bilərsiniz qıraqlardan. Qıraq hissələrdən bu tiplərdə müəyyən bir backgroundlarınızı yaradıb, formaya gətirib istifadə edə bilərsən. Həm vizit kartlar üçün, həm hansı bir flat illüstrasiyalar işləyəndə arxada bir mənzərə yaratmaq üçün istifadə edilə bilər. Yəni bu toollar texniki olaraq belə işləyir. Amma yaradıcı olaraq artıq sizə məsəl üçün tutaq ki, bir şey görmüsünüz, görürsünüz orada elastik şəkildə fırlanır nəsə. Yəni avtomatik ağlınıza gəlməlidir ki, hə, gəlib buradan məsələn Twire toolu seçim və ya da Packer toolu seçim. Bunu bu şəkildə artıq düşünərək edə bilirsiniz. Və ya da ağlınıza gəlir ki, bir şeyləri hallyusinasiya tipində eləyim, hə, Twire tool'la gəlib eləyə bilərsiniz. Tikanlı və krustal bir şey eləmək istəyirəm, kirpi formasında bir şey eləmək istəyirəm. Crystal tools avtomatik ağlınıza gəlməlidir. Yəni. Başa düşdünüz bunları? Bəli. Nəsə sual var buna bağlı? O üçüncü tool var, Tools. Bu. Onu ayrıca eləmək olur, yoxsa dairə çəkib, hansı Yox, fiqur bunlar çəkib heç onun kənarında biri, eləmək olur? yox, bunlar heç biri boş-boş yerdə işləmir, baxın. Bu toolların hamısı hər hansı bir vektor xəttin üstündə işləyir. Yəni, hər hansısa bir forma çəkməlisiniz. Bu kurve tool'dan da hansısa bir fiqur forması ola bilər, ulduz ola bilər, dairə ola bilər, kvadrat ola bilər. Hər hansı bir şey olmalıdır, amma vektor xətti olmalıdır. Onda işləyir ancaq. Düzəndir. Başqa qaranlıq qalan? Yox, yoxdur. Tamam. Onda 5-10 dəqiqə dincələ. Bu videonu da atıram sizə. Orada həmçinin emblemli loqo da olacaq. Sonra digər məsələyə keçəcək. Hı.